Gör nə boydadır, gör nə boydadır. O qədər o sözü eşidirdim ki, ona görə özümə sıxışdıra bilmirdim də. Pis mənada bir ölümü də gözümə almış olsam da deyirdim ki, yox, bu əməliyyata gedəcəm. Yol yeriyərkən utanırdım, hamı mənə baxırdı. İdmanlara gedirdim, üzgüçülüyə gedirdim. Bir 5 kilo, 2 kilo, 3 kilo arıqlayırdım, yenə təzədən yenə qalxırdı da. Bariatrik metabolik cərrahiyyə piylənmə xəstəliyinin cərrahi müalicəsində bu gün ən qalıcı effekt verən, ən uzun müddətli effekt verən və xüsusən də piylənmənin yaratdığı yanaş gedən xəstəliklərdə ən sağaldıcı effekt verən yeganə əməliyyat növlərindən biridir. Yeyirdin, siqnal çatmırdı başa. Ancaq elə istəyirdin bütün günü yeyəsən. O da kilodur, gecə ayılırdın, yeyirdin, səhər ayılırdın. Yəni kök paltalarımı indi baxanda vahimələnirəm, belə saxlayır. Ay Allah, mən bu boyda olmuşam. «180 dərəcə dəyişim» layihəsinin bu dəfəki qəhrəmanı Mərziyə Sultanovadır. O, 6 il öncə 145 kiloqramlıq bir bədəni, ağır nəfəsi və içində gizlətdiyi yorğun bir ruhu daşıyırdı. Mən Sultanova Mərziyə 145 kilodan düşmüşəm 75 kiloya. Məndə çox ayaq ağrıları, piylənmə yüksək dərəcədə, təzyiq, şəkər çox dəhşətli dərəcədə idi. İndi özümü çox yaxşı hiss edirəm. O hər şeyi sınayıb. İdman, üzgüçülük, pəhrizlər. Arıqlayıb, sevinib, sonra çəkisi qayıdıb, səssiz-səssiz yenidən başlayıb. Hər dəfə biraz daha ümidsiz, biraz daha tənhalaşaraq. Hər yolun sonunda güzgüdə eyni yorğun qatını görüb. İdmanlara gedirdim, üzgüçülüyə gedirdim. Bir 5 kilo, 2 kilo, 3 kilo arıqlayırdım, yenə təzədən yenə qalxırdı da. İnsülin vururdum. Piylənmədən əziyyət çəkirdim, şəkərdən əziyyət çəkirdim, təzyiq yüksək dərəcədə. Ancaq elə dərmanlar içirdim. Yəni, piylənmə, ayaq ağrıları, çox yol yeriyə bilmirdim. Məsələn, biraz yeriyirdim, yenə otururdum. Əvvəl yeyirdim, doymurdum. Şirniyyat ancaq istəyirdim, şirniyyat yeyəm, ancaq yemək axtarırdım. Yeyirdin, siqnal çatmırdı başa. Ancaq elə istəyirdim bütün günü yeyəsən. O da kilodur, gecə ayılırdın, yeyirdin, səhər ayılırdın, yeyirdin, yol yeriyə bilmirdin. Necə olar elə insan? Mən məsələn marşruta minə bilmirdim, marşrutdan düşə bilmirdim. Məcbur qalırdım, ya yolu piyada gedən, piyada da gedəndə nəfəsim kəsilirdi də, rəngim olurdu ağappaq, ya da gərək taksi ilə gedib gələrdim harasa. Əynimə paltar tapa bilirdim, siz demişkən, yol yeriyərkən utanırdım, hamı mənə baxırdı. Gedirdim, məsələn, biri yanında birinə deyirdi, ay Allah, gör nə boydaydı. O mənə çox pis təsir eləyirdi. Gör nə boydadır, gör nə boydadır. O qədər o sözü eşidirdim ki, ona görə özümə sıxışdıra bilmirdim də. Yəni, istəyirdim ki, can atırdım ki, nə olur olsun. Belə, yəni ki, pis mənada bir ölümü də gözümə almış olsam da deyirdim ki, yox, bu əməliyyata gedəcəm. İndi o gümrahdır, güclüdür. İçində bir uşaq kimi sevinən azad bir qadın var. Hətta bir neçə dəfə insanlar onu tanımayıb, səhv salıblar. Çünki o tamam başqa bir insandır artıq. Məclislərə gedirəm, oturanda məsələn soruşurlar ki, Mərziyə xanım ana, deyirlər bu deyir yanında oturub da. Deyir, sənsən bu, xəstəsən, sənə nə olubdu? Deyirəm, yox, niyə xəstə oluram ki, Allah'a şükür mədə kiçiltmə eləmişəm. Düzdür, çoxundan gizlədirdim, deyirdim, özümü arıqlamışam.
Amma sonralar xəstə deyəndə istər-istəməz adam narahat olur axı. Deyirəm köklükdənsə ki, yaxşıdır indi. Yəni mən mədə kiçiltmə eləmişəm. Yeməyim azalıb, xəstəliklərim gedib. İndi heç bir insulin vurmuram, nə təzyiq dərmanı içirəm. Deməli, bariatrik metabolik cərrahiyyə təkcə çəkin azaldıcı əməliyyatlar kimi planlanmayıbdır. Bariatrik metabolik cərrahiyyə piyələnmə xəstəliyinin cərrahi müalicəsində bu gün ən qalıcı effekt verən, ən uzun müddətli effekt verən və xüsusən də piyələnmənin yaratdığı yanaş gedən xəstəliklərdə ən sağaldıcı effekt verən yeganə əməliyyat növlərindən biridir. Yeganə. Ki, biz saya bilərik şəkərli diabetin uzun müddətli müalicəsi, sağalması, qaraciyər yağlanmasının aradan qalxması, yağlanmaya bağlı, piyələnməyə bağlı ürək-damar sistemi xəstəliklərinin demək olar ki, hamısının aradan qalxması, hormonal disbalansın düzəlməsi, yəni saymaqla bitməz. Yəni bu gün piyələnmə xəstəliyi nələr yaradırsa, bariatrik metabolik cərrahiyyə piyələnməni müalicə etməklə yaratdığı xəstəlikləri də aradan qaldırır. Köhnə paltarlarımı kim dedi, hamı dedi arıqlamısan ver mənə. Dedim, niyə geyinirsən ki onu? Elə hamısını yaxşı getsən də arıqla da. Doğrudan da Allaha and olsun biri elə elədi. Dedim, mən məsləhət bilmərəm, sən mənim paltarımı giyəsən. Amma məsləhət bilərəm ki, sən gedəsən tarihli həkimin yanına səni arıqlatsın. Doğrudan da Allaha and olsun gəldi də. Getdi arıqladı da. Yəni kök paltarlarımı indi baxanda vahimələnirəm, belə saxlayır. Ay Allah, mən bu boyda olmuşam. Zamanla artıq təkcə estetik görünüş deyil, sağlamlıq da səs salmağa başlamışdı. Şəkər yüksəlirdi, təzyiq oynayırdı. İnsulin iynələri gündəlik həyat içində ağrıya çevrilmişdi. Bir gün güzgüdəki gözlərinə baxdı və ilk dəfə çəkidən yox, içindəki sönmüş qadından qorxdu. Bu belə davam edə bilməzdi. Doktor Taryel Ömərovun sözləri, baxışı, sadə səmimiyyəti ona artıq bu qaranlıqdan çıxa bilərsən demişdi. Mədə kiçiltmədən var idi mənim məlumatım, ancaq risk eləmirdim də, nə yalan deyim. Amma sonra bir-iki adamlarla belə münasibətdə oldum, dedilər ki, mədə kiçiltmə eləmişik. Dedim, heç bir hallar sizdə yoxdur, indi hamı elə bilir. Amma gedərkən sonra deyirsən ki, nə yaxşı da ki, gəlmişəm. Soruşdum, sonra gəldim tarihli həkimin yanına, onun da məsləhətlərinə qulaq asdım. Məsələn, o dediklərini də gördüm ki, yəni yaxşıdır da. Məsləhət bildi tarihli həkim, evdə məsləhətləşdik, gəldim əməliyyata. O ürəklə gedəsən, o əməliyyat elədi ki, özün belə sevinə-sevinə o əməliyyata girəsən. Mən də valla sevinə-sevinə girdim də, ayılanda da çox özümü xoşbəxt hesab elədim. Hər şey öz qaydasında çox yaxşı oldu əməliyyatımda. Dedim, qutarıb əməliyyat, yoxsa bir də olunacaq. Dedilər, qutarıb da əməliyyat. Yəni, heç bir... O ancaq fikirləşirdim ki, Allah, görəsən arıqlayacağım, yox, inanmıram. Mən bu qədər şeylər eləmişəm, inanmıram, heç indi yenə arıqlamayacağım. Amma get-gedə arıqladıqca özümə baxırdım, çox sevinirdim. Bizə verilən sağlam bir orqanı kəsirik. Niyə? Biz nəzərə alsaq ki, 1. Artıq bu genişlənmiş bir mədədir. 2. Biz bir mədəni kiçiltməklə, müəyyən patoloji iştah reseptorları olan yerin rezeksiya eləməklə, sadə dildə kəsib atmaqla, orqanizmin bütün orqan və sistemlərin sağlamlığa gətirib çıxardan bir şans veririk. Qaraciyər yağlanmadan qurtarırıq, şəkərli diabeti aradan qaldırırıq, ürək-damar sistemini aradan qaldırırıq. 142-3 kiloqramlıq bir pasiyentimiz 70 kiloqrama düşüb daha rahat nəfəs alır. Hüceyrələr daha yaxşı oksigenlə zənginlənir. Qan dövranı formalaşır, damarlara, oynaqlara, hüceyrələrə düşən yük 2 dəfə azalır. Baxın. Yəni, burada məsələ nədir? Burada məsələ odur ki, biz bir orqanda hər hansı bir əməliyyat aparmaqla onlarla orqanı sağlamlaşdırırıq. Məsələ budur. Düzdür, mən heç istəmədim də yiyəm də. Qorxurdum ki, yox, yiyərəm birdən, bu yalan şey olar. Yiyərəm də, kökələrəm, yox, bunu yeməyim, onu yeməyim. Amma tarihli həkim dedi ki, yox, sən get yeməyi ye, ətdir, belə. Çətinlik oldu, düzdür, 1 gün, 2 gün, 3 gün, 5 gün. Ondan sonra hamısı öz qaydasına düşdü də. O da əməliyyatdır da, olmalıdır. Durub əməliyyatdan sonra bir qab yeməyi düzdür, təbii ki, yeməli deyiləm ki. Biz bir orqanizmi sağlamlaşdırdıq, sağlam bir orqanizmə çevirdik, normal çəkili bir orqanizmə çevirdik, arıq, incə bir orqanizmə çevirdik. Bunun bir qorunma yolu var. Qorunma yolları sadəcə bu vəziyyətə gəlib çıxmağından ötürü lazım olan sintetik karbohidratlarından uzaq durmağa tövsiyə edirik ki, biz bu vəziyyətə gəlib təzədən çıxmayaq. Hansı ki, pasiyent bu piyələnməyə nəyin nəticəsində gəlmişdi? Mütəmadi olaraq normal sağlam qidalanmamışdı, hərəkət pastozluğu əmələ gəlmişdi, şirniyyata daha çox meyllənirdi. Biz əməliyyat edərək bu vəziyyəti düzəltdik, normallaşdırdıq.
və pasiyentə xahiş edirik ki, çalışın rasionunuzda sintetik karbohidratlardan uzaq durasınız. 6 il sonra Mərziyə Sultanova Modern Hospitalda yenidən doktor Taryel Ömərovla görüşür. Həkim onu çəkisini qoruduğu, sağlam həyat tərzini davam etdirdiyi üçün təbrik edir. O isə içindəki uşaq kimi həyəcanla danışır. Yolda məni tanımırlar. Deyirlər, bu sən deyilsən. Necəsən Mərziyə xanım? Sağ olun doktor, çox Tək sağ olun, yaxşılarsınız. təşəkkür ederim. Artıq bizim əməliyyatımızdan ortalama bir 6 il keçir. 2019, 2025. Yəni yaxın aylarda 6-cı ilimiz tamam olur. Bu 6 ildə sizdə nələr dəyişdi? Doktor, çox şeylər dəyişdi. Yəni mən köklü vaxtda çox əziyyət çəkirdim. İdmanlara gedirdim, nə bilim Gerbalayev içdim, 5 kilo arıqlatdı, 15 kilo kökəltdi. Çox da diyetoloqlara gedirdim belə. Elə də yemə, elə yeməsəm özüm də arıqlayaram da. Hə, filan şey yemə, belə eləmə. İdman elə 3 ildən çox üzgüçülüyə getdim. Professional idman. Hər şeydə keçmədiyim bir şey qalmamışdı. Təzyiqdən çox əziyyət çəkirdim. Ayaqlarım yeriyəndə keyiyirdi, getdiyim yerdə otururdum. Yəni çox əziyyət çəkirdim. Bu baxdım ki, mədə kiçiltmə, çox həkimlərə də getdim, müraciət elədim, götür qoy elədim. Düzdür, risk eləmirdim, amma bugünə şükür ki, çox yaxşı ki, bu riskə girmişəm. Axırda sizi seçdim, gəldim sizin yanınıza, şükürlər olsun ki, hər şey yaxşıdır. Şəkər 85, 6 ildir ki, mənim şəkərim 85-dən yuxarı qalxmır. Belə də deyirlər, ay yemə, ay nə bilim, neynəmə, vallahi hər şeydə yeyirəm. Yata bilmirdim, piylənmə 5 idi, indi 1-dir. Hər şey çox yüksək səviyyədə, doktor, minnətdaram sizə, çox təşəkkür edirəm. Yaxşı ki, sizin qızıl əlləriniz var. Bizim üçün önəmli məsələlərdən biri, biz adətən mədə kiçiltmə planladığımız, yəni bariatrik metabolik cərrahi əməliyyat planladığımız pasiyentlərdə tək piylənmənin problemlər yaratdığı, piylənmənin şiddətli olduğu pasiyentlər deyil. Eyni zamanda piylənmənin özündən gətirdiyi bir çox yanlış xəstəliklər var. Məsələn, ikinci tip şəkərli diabet, qaraciyər yağlanması, ürək-damar sistemi xəstəlikləri. Siz 143 kiloqram çəki ilə bu xəstəliklərin demək olar ki, əksəriyyətindən əziyyət çəkirdiniz. Əlbəttə, 145 hələ doktor, 143 yox, 145. Hal-hazırda onların heç biri yoxdur. Yoxdur. Əla, 6-cı ildir və bunların hamısı normal öz sağlam göstəricilərində, öz sağlam kriteriyalarında qalır. Həyatınızdan məmnunsunuz? Məmnunum. Bugün даже bir mağazinə girmişik, yoldaşım pendirin dadına baxmaq istəyir. Mən də belə deyirəm ki, istəmirəm ki, əl atsın. Deyir ki, atavızdır, qızınızdır. Pendir elə yoldaşımın əlində qaldı. Qızımdır. Mən Füsuday səninlə birdə mağazinə çıxdım. Deyirəm, neynim də mənlik nə var ki? Məsələn, oğlumla gedirik, deyir, yoldaşınız bundan istədi. Deyirəm, o deyir, mamam deyir, yoldaşım deyil. Yəni, valla belə də, necə deyim, şükürlər olsun, özümdən çox belə baxıram, çox sevinirəm. Sizə də çox təşəkkürlər eləyirəm, doktor. Mənə bu dedikləriniz çox sevindirdi. Nədən? Çünki bariatrik metabolik cərrahi təkcə pasiyenti arıqlamaqdan ötürü deyil. İkinci məsələ yanaşı gedən xəstəlikləri düzəltməkdəndir. Üçüncü məsələ həyat keyfiyyətini artırmaqdır. Yəni bir pasiyentin sağlamlaşması, bir pasiyentin gəncləşməsi, Dünya Bariatrik Cərrahlar və Metabolik Xəstəliklər Assosiasiyasının son ev mesajları var. Hər konferanslardan, həm protokol məqalələrindən sonra deyil. Bariatrik metabolik cərrahi insan ömrünü 6-15 il uzadır. Yəni bu demək ki, siz 6-15 il gəncləşirsiniz, sağlamlaşırsınız. Yəni önəmli göstəricilərimizdən biri bu. Daşı toya getmişəm, bir dəfə qonşu oturub yanımda deyir ki, Mərziyə xanım gəlməyib. Deyir, budur da Mərziyə xanım. Deyir, ay qız səni tanımadım. Deyirəm, hə day, niyə belə olub da? Yəni əslində düz deyirsiniz. Yəni biz adətən əməliyyatdan soruşduruq, pasientlərimiz 3, 6, 9 aylarda yoxlayırıq. Biz də sizi bir il görməsəydik tanımazdıq. Yəni o qədər ciddi dəyişiminiz var. Sizə bundan sonraki həyatda da uğurlar arzulayırıq. Çox sağ olun. Çalışın qidalanmanızda mütləq şəkildə ət yeməkləri, tərəvəzlər, yəni orqanik təbii qidalar olsun. Nə qədər yeməyinizin bizim üçün önəmi yoxdur. Zaten qısa müddətdən sonra doyursunuz. Əsas odur ki, o yemək proseduraları olsun. Sintetik karbohidratlardan bacarıqca uzaq qalın ki, 6 il ərzində bu qədər gözəl, gənc, incə, sağlam qalmağınız bundan sonraki növbəti illərdə də bu qədər effektiv şəkildə davam edəcək. 145, indi də 78. Heç soruşmursunuz ki, neçə kilo? Mən onu sürpriz saxlayıram həmişə, amma idealsız. 6 ildə yəni məndə heç bir problem yoxdur. Yüksək səviyyədə hər şey öz qaydasında gedir. Yəni istədiyimi də məsələn yeyə bilirəm, ac qalıb eləmirəm. Yəni hər şey öz qaydasında. Amma bu əməliyyatdan sonra
Özümü çox yaxşı hiss eləyirəm. Yəni hara kimi desəz gedə də bilirəm, piyada da gəzə bilirəm. Gecələr köklükdən yata bilmirdim. Yatarkən xoruldamalar olurdu. Şükürlər olsun ki, bunların heç biri yoxdur məndə. Yarım kotleti çörəksiz yeyib, bir soyutma yumurtanı çörəksiz yeyib doya bilərsinizmi? Əsla. Məni izləyən yüzlərlə pasiyentim var. Onlar amma bu suala cavab verə bilirlər ki, bəli, biz bir yumurtanı yeyib səhər tezdən doyuruq. Bax, bu işin fundamental konsepsiyası budur. Ona görə yox ki, o mədə balaca qaldı. Xeyr, pasiyentlər məsəl üçün az öncə bizim filmdə izlədiyiniz pasiyentimiz də artıq 3 dolma, 3 yarpaq dolması yox, 5, 10 dənə yarpaq dolması, 2 yumurta, nə bilim, 2 kotlet yeyə bilir. Amma niyə kökəlmir? Çünki artıq hüceyrə yaddaş formalaşdı. Hormonal metabolizm düzəldi. Onu kökəlməyə məcbur edən patoloji hormonlar aradan qalxdı. Məqsəd budur. Bugün Mərziyə Sultanova tam sağlamdır. O istədiyi çəkiyə düşüb, amma daha önəmlisi istədiyi həyata çatıb. Bu dəyişikliyi ona yalnız sağlam bədən yox, azad ruh, yeni nəfəs və yaşamağa dəyən bir həyat bəxş eləyib.